Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Yenidən sizləri xoş gördük. Ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyiciləri. Üzüm gülürsə, sevinirəmsə deməli nə var ortalıqda? Yenə də başlayacaqsınız kommentlərdə bəziləriniz pazlamağa. Allah can sağlığı versin. Hamınıza sevilirsiniz. Hamınız cansız, ürəksiz. Mən bilirsiniz ki, soyuq hava şəraitini həqiqətən də çox sevirəm və soyuq hava şəraiti olduğundan ürəkdən deyirəm və həmçinin üstəlik soyuq hava şəraitində də əlavə verdiyimiz məlumatlar özünün doğruluğuna daha çox sevinirəm. İndi özündən asılı olaraq təbəssüm yaranır, hava bir qədər soyuduqca. Deməli, bugünkü gündüz isti hava şəraiti, bir qədər isti hava şəraiti insanları aldatmasın. Bugün günün ikinci yarısı axşamdan etibarən Bakı və Abşeron yarımadasına bir qədər güclü küləyin başlayacağı ehtimalı var, həmçinin yağıntılar ehtimalı var. Yaxın bir neçə gün ərzində ayın 8-nə kimi, belə deyək, fasilələrlə respublika ərazisinə, xüsusilə axşam və gecə saatlarında, gündüzlər yağmursa olsa da axşam və gecə saatlarında yağıntıların olması ehtimalı var. Bəzi ərazilərdə yağıntılar bir qədər güclü və intensiv olması və həmçinin ikinci soyuq hava dalğası ayın 5-dən sonra, yəni ilk soyuq hava dalğası 5-nə dək, 3-ü, 4-ü və 5-i, ikisi 3-ü, 4-ü, 5-i. İkinci soyuq hava dalğası 5-dən sonra olması ehtimal olunur. 5-i, 6-sı və 7-si aralığında. Və həmin ərəfədə bir qədər güclü külək daha da şiddətlənəcək və yağıntıların bir qədər güclü və intensiv olması ehtimal var. Respublikamızın dağlı və dağətəyi bölgələrində və bütün bölgələrdə yağıntılar bir qədər güclü olacaq. Yəni istənilən saat, istənilən vaxt, yaz mövsümü elə bir mövsüm ki, istənilən vaxt yağıntı ola bilər. Odur ki, tədbirinizi görün, ot biçicilərə xüsusilə buradan səslənirəm ki, tələsməyək, ilk 10 günlükdə ot biçdirməyimiz məsləhət görülmür. Həqiqətən sizləri çox sevirəm, yaxşı ki varsınız, sizləri cansız. Allah sizləri qorusun, Allah sizləri mənə çox görməsin.